Selamünaleyküm. Pəncərə yamaclarında molding tipli kantların hazırlanması prosesi bu nümunə olaraq yığmışıq. Ev yiyəsi bizdən bu nümunə tələb elədi. Biz onun üçün bunu yığdıq nümunə göstəriş olaraq. Deməli atkozlar burada bu hissədə membran işlənir. Sonra keramogranit daşlar U profillərin içərisinə tikilir. Keramogranit daş çıxır, sonra ön hissəsi 10 sm enində, künclər 45 dərəcə kəsilmək şərti ilə. Sonra da divardan da bu cür qabaritlə çıxır. Yəni bütün keramogranit atkozlar bu formada molding tipli kantların çıxması ilə işlənir inşallah. Sifarişə görə bu kimi dizaynla rastlaşmışıq. Bunu da nümunə olaraq burada tətbiq elədik ki, ev yiyəsi işləməmişdən qabaq həmin görüntü ilə tanış olsun. Biz də onu nümunə olaraq yığdıq, hazır qoyduq ki, bax belə bir şey olacaq bütün pəncərə yamaclarında, bütün atkozlar boyu belə bir görüntü olacaq. Sizlər də pəncərələrinizin, evlərdə fasadlarınızın künclərini bu formada işlənməsini istəyirsinizsə, bizlərlə məsləhətləşə bilərsiniz. Onun rahat yolunu sizə izah eləyək və yaxud da gəlir yerində tətbiq eləyək inşallah.